Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bu mövzuya toxunam. Toyuqlarda, cücələrdə qurd olanda hansı fəsadları verir, yəni hansı belə deyək, xəstəliklər yaradır və necə belə deyim, toyuqlara, cücələrə ziyan olur. Bu haqda danışıb məlumat vermək istərdim. Həmçinin də belə deyək, hansı dərmanları vermək lazımdır ki, yaxşı kömək olsun. Çünki bir çoxu gedir qurd dərmanı alır, yəni baytar nə gəldi verir, o da yaxşı nəticə vermir. Ona görə bugün istərdim həm o belə deyək, fəsadları deyim, hansı qurd olanda hansı fəsadları verir, həmçinin də hansı dərmanı vermək lazımdır, o haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, videomuza keçməmişdən öncə, yəni mövzumuza qoşulmamışdan öncə artıq dərəcədə sizdən xahiş edərdim ki, kanalımıza abunə olun, videolarımıza da like qoyun. Çünki baxsız, ancaq like qoymuza hər dəfə desəm də yenə də bir çoxuna xeyri yoxdur. Like qoymurlar. Ona görə artıq dərəcədə sizdən xahiş edərdim ki, like qoyun, qoy videolarımız inkişaf eləsin. Belə əziz izləyicilər, indi keçəyin mövzumuza. Deməli, əziz izləyicilər, toyuqlarda, cücələrdə qurd varsa, ilk öncə onların yaxşı inkişaf eləməyinə mane olur. Yəni, tək toyuqda, cücədə yox, elə hündüşqada, zətdə də olanda bunların inkişaf eləməyinə mane olur. Yəni, belə deyək də, cücədirsə, o yaxşı böyümür, ondan sonra, yəni 2 aydan, 3 aydan sonra yaxşı böyümür, ondan sonra arıq qalır. Çünki mənə bir çoxları abunəçilərimdən yazırlar ki, cücələrimiz belə deyək, arıqdır, yaxşı inkişaf eləmir, ət yığmır. Biz onlara nə versək də yenə də xeyri yoxdur. Bu nədir? Səbəb nədir? Hansı belə deyək, səbəblərdəndir? Əziz izləyicilər, bax, qurdu olanda ilk öncə qurddan olur bu. Yəni, qurdu olanda cücələr yaxşı inkişaf edir. Nəinki cücələr, toyuqlar, hündüşqalar, hündüşqa balaları olur da, yəni belə deyək, çəki yığmır, arıq olur. Ondan sonra böyük belə deyərdim, toyuqlarda yumurta verimi aşağı enir. Yəni yaxşı yumurtlamırlar, xoruzlar biraz aktiv olmur, banlayıb eləmirlər. Yəni bu qurdu olanda hətta belə deyək, cütləşəndə zətdə yumurtalar toxumsuz da ola bilər. Yəni belə fəsadlar verir. Həmçində də hündüşqalarda. Ona görə əziz izləyicilər, bax, qurdun qurd olanda bax, birinci bu fəsadları verir. İkinci, əziz izləyicilər, qurdu olan toyuqdur, hündüşqadır, cücədir, nə bilim, hündüşqa balasıdır. Bunlarda ayaq tutulma ola bilər. Çünki qurd bu belə deyək, cücənin, toyuğun, hündüşqa balasının ayağının tutulmağına səbəb olur. Yəni qurdların bir çox növləri var. Toyuğun o bağırsağında olan ləpik qurdlar var, sonra pilə kimi olan qurdlar var və sairə qurdlar var. Onlar hətta elələri var ki, o pilə kimi olan, daha doğrusu o kimi belə uzun olur, ağ qurd. O cücənin, toyuğun bağırsağını belə deşib çıxa bilər və öldürə bilər hətta. Misal üçün, biz indi görürük, toyuqdur, cücədir, soz alır. Biz bilmirik ki, onun orqanizmasında nələr baş verir. Yəni, bağırsağında o qurdlar deşib çıxırlar. Çıxdısa, cücə bir gün, 2 gün, 3 gün sonra bütün o nəcisi çölə çıxır və başlayır, belə deyək də, ölməyə. Ona görə, bax, bu şeyi nəzərə almaq lazımdır ki, yəni qurddan ola bilər. Bax, bu şeylər. Yəni, ayaq tutulmaza. Ona görə o toyuğa qurd üçün dərmanlar, mən həmişə demişəm ki,
hər ay versəz yaxşıdır, yox verə bilmirsinizsə 2 aydan bir, 3 aydan bir, ən azı 3 aydan bir bu toyuqlara, hündüşqarlara, cücələrə verilməlidir. Qaza, ördəyə ildə 2 dəfə versəz kifayət edir. Yəni yeminə qatıb verməkdə. Ancaq toyuqlara, hündüşqarlara belə deyim, ayda bir dəfə versəz, yəni yaxşıdır. Bir şey qeyd edim ki, indi bəziləri deyir ki, bizdə məsəl üçün 50 dənə, 60 dənə toyuqdursa, biz onlara necə tutaq, nətər verək? Əziz izləyici, bu qurd dərmanının bir çox belə deyim, növləri var. Yəni yeminə qatma var, suyuna qatma var, boğazını uduzdurma var. Bir dəfə əgər boğazını uduzdurubsa, gələn ay suyuna qatın verin, o birisi ay yeminə qatın verin. Yəni hər ay belə ya və yaxud 2 aydan bir, 3 aydan bir yemində verin, suyunda verin, ancaq ki verin. Çünki qurdu olan heyvan, yəni quşlar belə deyək, yaxşı yumurtamır, çəki yığmır. Yəni bir çox ayaq tutulur və bir çox səbəblərə şey olur da, yəni səbəblər olur. Yəni bax belə. Əgər oldu da əziz izləyicilər bu xəstəliklər sizin cücədə zətən xəstəliklər deyəndə yəni bu qurd oldu yox elə olur. Çünki bir çox ev quşlarında bu şeylər qurd zət olur. Ona görə hansı qurd dərmanlarını vermək lazımdır? Yəni mən ən çox 3 dənə qurd dərmanından istifadə edirəm və çox super də nəticə verir. Biri Zagrosdur, sarı İran dərmanı, ona Niklasan da deyirlər. Deməli bir tabletkada 3 dənə 3 yerə bölünür. O 3 dənəlik cücə toyuq üçündür. Yəni ondan alıb 3 yerə bölüb məsəl üçün 30 dənə toyuqsa bir paşka alsaz kifayət edəcək. Hərəsinə elə bil ki biri 3 dənəlikdir də. O 10 dənəsi də 30 dənəlikdir. Onu alıb 3 yerə bölüb səhər-səhər ac qarnına verirsiniz və belə deyim, damda saxlayırsınız toyuqları. Bütün nəcizlərini tökürlər, saat məsələn 8-də versə 12-yə kimi saxlayırsınız. Nəcizlərini tökürlərsə yem, suzatda vermirsiniz. Buraxırsınız çölə və görəcəksiniz ki, belə qurdlar var və o damı qəşəngcə təmizləyirsiniz ki, şey olmasın da, yəni təzədən yeyib o qurdu bağırsağına getməsin. Bir dəfə əziz izləyici, mən bir abunəçim yazmışdı ki, biz verdik ancaq qurd tökülmədi. Bu nədəndir? Ola bilsin ki, sizin toyuqda qurd olmayıbdı. Yəni bu normaldır. Ona görə tökülmürdü. Yəni belə şeylər olur. Ancaq qurdu olanda onlar belə deyim də tökülür. İndi qurd olmayıb deyə tökülməyib. Sonra əziz izləyicilər, Albent. O dərman da çox gözəl dərmandır. Alırsınız. Səhv etmirəmsə 1 kilo yemə 4 dənə gedir. Əzisiz, qatıb verirsiniz. Onu böyük heyvanlara zada da verirlər, balacalılara da, yəni quşlara zada da. O belə deyək, Albent o da yaxşıdır. Toz halına salsınız, yəni tabletkadır böyük, onu toz halına salıb yeminə verirsiniz. Bir də əziz izləyicilər, Panaçu. Panaçu da çox gözəl qurd dərmanıdır. Onu da böyük heyvanlara zada da verirlər, balaca ev quşlarına da, yəni belə toz kimi deyil, yumru dərmandır. Onu deməli əziz izləyicilər götürürsüz, toyuqların boğazına qatıb verirsiniz. Da, yəni uduzdurursunuz. Yəni bax bu toyuqların qurdunu çox gözəl tökür. Həmçinin də indi gələn videolarımda qoy adlarını öyrənim. Yeminə qatma var, suyuna qatma var, qurd dərmanı. Onlardan da eləyib verirsiniz. Toyuqlarınıza yaxşı faydalı olur. Çəki də yığacaqlar, yaxşı yumurtlayacaqlar da və ölüm də nə qədər olmasa azalacaq. Bax belə əziz izləyicilər, bu gün də istədim bu mövzuya toxunam. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.